İyun ayının pensiya ödənişləri ilə bağlı vacib məlumat. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişlərinin həyata keçiriləcəyi tarixlərlə bağlı məlumat yayılıb. Məlumata görə iyunun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, eləcə də Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyalarının ödənilməsi nəzərdə tutulur. Bununla yanaşı ölkənin digər şəhər və rayonlarında yaşayan vətəndaşların pensiyalarının isə növbəti günlərdə köçürülməsi gözlənilir. Güzəştli şərtlərlə təyin edilmiş pensiyaların da həmin dövrdə ödənilməsi planlaşdırılır. Qeyd edək ki, son aylarda pensiya ödənişləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Bakı və ətraf bölgələr üzrə ödənişlər edilir. Daha sonra isə regionlarda yaşayan vətəndaşların hesablarına vəsait köçürülür. Pensiya alan minlərlə vətəndaş artıq iyun ayının ödəniş tarixlərini maraqla gözləyir. Xüsusilə sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur və bir çox şəxs ödənişlərin əvvəlki aylardan daha tez həyata keçirilib-keçirilməyəcəyini müzakirə edir. Hazırda təqdim olunan məlumata əsasən iyun ayı üzrə pensiya ödənişlərinin də əvvəlki aylardakı qaydada həyata keçiriləcəyi gözlənilir və prosesin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır. Pensiya ödənişləri ilə bağlı yeni rəsmi açıqlamalar olduqca ictimaiyyətə əlavə məlumat veriləcək.